Ağdam təmsilçisi Qarabağ bu dəfə Avropa transfer bazarının mərkəzinə çevrilib. Klubun ötən ilin avqustunda Portuqaliyanın Portimonense klubundan heyətinə qatdığı Kolumbiyanı winger Camilo Durana İngiltərənin diqqət mərkəzinə düşüb. Futbolçunun son maçlardakı çıxışı, sürəti və hücum xəttində yaratdığı təhlükə bir sıra skautların diqqətini cəlb edib. Məlumata görə, Championshipdə Premier Liqaya vəsiqə uğrunda mübarizə aparan Preston North End artıq futbolçunu ciddi şəkildə izləməyə başlayıb. İngiltərə klubunun nümayəndələrinin Bakıya səfəri də məhz bu marağın real olduğunu göstərir. Onlar Qarabağın UEFA Çempionlar Liqasının əsas mərhələsində Almaniyanın Eintracht Frankfurt komandası ilə keçirəcəyi qarşılaşmanı stadiondan canlı izləyəcəklər. Bu maç Camilo Durana'nın transfer taleyində həlledici ola bilər. İngiltərə klubu futbolçunun həm hücumda, həm də yarım müdafiənin hər iki cinahında oynamaq bacarığını xüsusi qiymətləndirir. Skautlar üçün əsas meyar onun yüksək təzyiq altında necə çıxış edəcəyi Avropa səviyyəsində rəqiblərə qarşı performansıdır. Qeyd edək ki, Qarabağ klubu Kolumbiyalı futbolçu ilə 3 illik müqavilə imzalayıb və hazırda onu buraxmağa tələsmir. Lakin İngiltərə təmsilçisinin edəcəyi rəsmi təklif transferin reallaşmasına səbəb ola bilər. Klubun maddi baxımdan sərfəli təklifə yox deməyəcəyi də istisna edilmir. Əgər bu transfer baş tutarsa, Qarabağ klubu Kolumbiyalı futbolçu ilə Azərbaycan Premier Liqasından birbaşa İngiltərənin Championship Liqasına keçən nadir futbolçulardan biri olacaq. Bu isə həm futbolçu, həm də Qarabağ üçün Avropa vitrinində böyük uğur kimi qiymətləndirilir. Qarabağ bu transfer pəncərəsində əsas oyunçularından birini itirə bilərmi? Transfer bazarındakı ən son xəbərlər, son dəqiqə məlumatları və eksklüziv detallar üçün səhifəmizi izləməyi unutmayın.